Nə varsa burada var. Cənnət də burdadır, cəhənnəm də burdadır. Bəli. Cənnəti yaşamısınız daha çox, yoxsa cəhənnəmi yaşamısınız bu dünyada? Olub anlar ki, deyirsiniz ki, bu cəhənnəm əzabıdır, mən çəkirəm. Məsələn, qardaşınız dünyasını dəyişəndə, ananız dünyasını dəyişəndə əzab deyilmi? Bəli ki. 4 insan, anam, atam, 3 qardaşım, 1 bacım. Bu qardaşım bu yaxınlarda rəhmətə getdi. Uçalan Yasəf Eyvazov, əməkdar artist. Böyük ud ifaçısı idi. Tək qalmısınız ailədə? Yox, 1 bacım var. Hə, o qarmon çalan olub vaxtilə. Qardaşım dünyasını dəyişəndə cavan ikən getdi 40 yaşında. Həkimlər, axırda bir həkim yazdı kağıza, verdi mənə. Dedi, gedin evdə oxuyarsınız. Yazdı orada, insanı qəm çürüdər, dəmiri nəm. Belə bir şey yazdı həkim. Ancaq hansı həkimə getdim, içəri girən kimi deyirdilər, bu qızın nəyi ölüb, kimi ölüb. O vaxt cavan idim də, 26 yaşım vardı. Hansı həkimə, professora, yadıma gəlir Efendiyev, Mollazadə, Firuz Əlizadə, bütün həkimlər dərmanlar yazdılar, özümdə döyürdüm. Yəni. Amma indi düzey, insan yaşlandıqca başa düşür ki, bir gün yaranan bir gün getməlidir. Amma zamanında getmək gözəldir. Amma bəs mən onu deyirəm ki, istəmirəm çox yaşayayım qızım.